Bugünkü mövzumuz Osmanlı dövləti. Osmanlı dövləti yaranmışdı 1302-ci ildə, dağılmışdı 1922-ci ildə. Osmanlı dövlətinin tarixi 4 mərhələdən keçir. Yaranma dövrü, çiçəklənmə dövrü, durğunluq dövrü, geriləmə dövrü, dağılma dövrü. Yaranma dövrü 1302-1453, çiçəklənmə dövrü 1453-1579, durğunluq dövrü 1579-1699, geriləmə dövrü 1699-1791, dağılma dövrü 1791-1922. Osmanlı dövlətinin ilk paytaxtı olmuşdu Söyüd, ikinci Bursa, üçüncü Ədirnə, dördüncü İstanbul. Bilir ki, Osmanlıların əsası Oğuzların Qayıboy tərəfindən qoyulmuşdu. Osmanlı dövləti 1453-cü ildə Bizansın varlığına son qoyaraq, onun paytaxtı Konstantinopol fəth etmiş və bu şəhəri öz paytaxtına çevirmiş və İstanbul adlandırmışdı. 16-cı yüzillikdə hakimiyyətini 3 qitəyə yayan Osmanlı dövləti 17-ci yüzilin əvvəllərində də öz qüdrətini qoruyub saxlaya bilmişdi. İndi baxaq, bugün biz öyrənəcəyik Osmanlı durğunluq dövründə, bir də geriləmə dövründə. Deməli, durğunluq dövrü mövcud oldu. 1579-1699. İndi biz bugün bir durğunluğu öyrənəcəyik, bir də geriləməni öyrənəcəyik. Durğunluq dövrünün əvvəllərində hələ deyirik ki, Osmanlı imperiyası 16-cı yüzilin sonlarında geniş ərazilərə malik qüdrətli bir dövlət idi. Səfəvlərə müharibədə qalib gələn Osmanlılar Xəzər dənizinə qədər uzanan ərazilər tutmuşdular. Deməli, şərqdə Xəzər dənizinə qədər sərhədlərini genişləndirmişdi. Çünki kimlə müharibə aparırdı? Səfəvlərlə. Hətta bilirik ki, Səfəvi Osmanlılar arasında 1590-cı ildə İstanbul müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən Osmanlı Azərbaycanda bəzi ərazilərimiz vardı ki, ondan əlavə bütün Azərbaycanı ələ keçirmişdi. Deməli, 16-cı əsrin sonlarında Səfəvilər Xəzər dənizinə qədər ərazilər tutmuşdular. Bu dövrdə Osmanlı ticarət əlaqələrini genişləndirmək məqsədi ilə Volqa və Don çaylarını, həmçinin Aralıq dənizini Qara dəniz və Hind okeanı ilə birləşdirəcək kanallar çəkilməsinə dair layihələr işləyib hazırlamışdı. Amma layihəni hazırlamağına əvvəlki iqtisadi gücə malik olmayan Osmanlı dövləti bu layihələri gerçəkləşdirə bilmədi. Yeni dövrün başlanğıcında Osmanlı dövləti tarixinin durğunluq, daha sonra isə geriləmə mərhələsinə daxil oldu. Deməli, 79-cu ildə əvvəlcə durğunluq, 1699-da isə geriləmə mərhələsinə daxil olur. Osmanlı dövlətinin zəifləməsinin, yəni həm durğunluğunun, həm də geriləməsinin səbəbləri var idi. İlk öncə baxaq xarici səbəblərə. Deyirik ki, Osmanlının zəifləməsinin xarici səbəbləri 1. Sərhədlərini genişləndirə bilməməsi. 2. Əhatəsində olan güclü dövlətlərlə rəqabət apara bilməməsi. 3. Böyük coğrafi kəşflər nəticəsində dünya ticarət yollarının dəyişməsi. Avropadakı inkişafla müqayisədə geridə qalması. Sonuncusu isə idarəetmə mexanizmlərini təkmilləşdirən Avropada mərkəzi hakimiyyətin güclənməsi. Deməli, Osmanlının zəifləməsinin xarici səbəbləri Avropada mərkəzi hakimiyyətin güclənməsi, Avropadakı inkişafla müqayisədə geridə qalması, böyük coğrafi kəşflər nəticəsində dünya ticarət yollarının dəyişməsi, sərhədlərini genişləndirə bilməməsi, əhatəsində olan güclü dövlətlərlə rəqabət apara bilməməsi. Bir də Osmanlının zəifləməsinin daxili səbəbləri var. Mərkəzi hakimiyyətin nüfuzdan düşməsi, iqtisadiyyatın zəifləməsi, ordu quruculuğunda nöqsanların artması, kəndlilərin təhlükəsizliklərini təmin etmək üçün kütləvi şəkildə şəhərlərə köçməsi, elm və təhsil sisteminin tənəzzülünün başlaması. Bu səbəblər də Osmanlının zəifləməsinin daxili səbəbləridir. Deməli, hansı səbəblər oldu? Mərkəzi hakimiyyətin nüfuzdan düşməsi, iqtisadiyyatın zəifləməsi, ordu quruculuğunda nöqsanların artması, kəndlilərin təhlükəsizliklərini təmin etmək üçün kütləvi şəkildə şəhərlərə köçməsi, elm və təhsil sisteminin tənəzzülünün başlaması. Mərkəzi hakimiyyətin nüfuzdan düşməsinin əsas səbəblərindən biri də taxta çıxan hökmdarların səriştəsiz olması idi. Yəni, Osmanlının zəifləməsinin səbəblərindən biri mərkəzi hakimiyyətin nüfuzdan düşməsi idi. Yəni, daxili səbəblərindən biri. Mərkəzi hakimiyyət nüfuzdan düşməsinin səbəbi isə taxta çıxan hökmdarların səriştəsiz olması idi. Belə ki, əvvəllər hökmdar olacaq şəxs vilayətlərə başçılıq edərək təcrübə qazandığı halda, indi onlar qəfəs üsulu ilə tərbiyə olunurdu. Yəni, əvvəllər vilayətlərə başçılıq edirdilər.
artıq onlar qəfəs üsulu tətbiq olunurdu. Qəfəs üsulu ilk dəfə 1-ci Əhmədin dövrünə tətbiq olunmuşdu. 1-ci Əhməd hakimiyyətdə olmuşdu 1603-1617. Nə deməkdir qəfəs üsulu? Deyirik ki, 1-ci Əhmədin dövründə taxta çıxan hökmdarın qardaşlarını fiziki cəhətdən aradan qaldırması qaydası ləğv olunaraq qəfəs üsulu tətbiq edilməyə başladı. Yəni, bu üsula əsasən taxta çıxacaq vəliəhd saray hərəmxanalarında yaşayır və mühafizlər adlanan xüsusi dəstə tərəfindən qorunurdu. Yəni, hökmdar olacaq şəxsin qardaşlarını öldürməsinin qarşısını almaq üçün onları qəfəs üsula tərbiyə edirdilər və orada onlar mühafizlər tərəfindən qorunurdu ki, onları öldürməsinlər. İndi baxaq Osmanlı dövlətinin idarə etməsinin zəifləməsinə. Taxta çıxan azyaşlı hökmdarların, analarının, yəni validə sultanların dövlət işlərinə qarışması, sultanların hərbi yürüşlərdə ordunun başında olmaması, rəhbər vəzifələr təyin olunma zamanı rüşvətin artması, sədrəzəmlərin tez-tez dəyişdirilməsi. Bunlar Osmanlı dövlətinin dövlət idarəçinin zəifləməsinin səbəbi idi. Deməli, azyaşlı hökmdarların anasının dövlət işinə qarışması, sultanların hərbi yürüşlərdə ordunun başında getməməsi, rəhbər vəzifəyə təyin olunma zamanı rüşvətin artması, sədrəzəmlərin tez-tez dəyişməsi. Bunlar da oldu dövlət idarə etməsinin zəifləməsinin səbəbləri. Eyni zamanda əhali xeyli hissəsi ehtiyat içərisində yaşayırdı. Lakin əhalinin xeyli hissəsinin ehtiyat içərisində yaşadığı halda sarayda dəbdəbəli tədbirlərin keçirilməsi, hüquq sistemindəki özbaşınalıq xalqın dövlətə olan inamını azaldırdı. Yəni, xalq vəziyyəti yaxşı deyildi, amma sarayda bütün günü dəbdəbəli tədbirlər keçirilirdi. Ona görə də xalqın dövlətə olan inamı azalmışdı. İndi baxaq Osmanlının zəifləməsinin iqtisadi səbəbləri. Yəni, niyə Osmanlı iqtisadi cəhətdən zəiflədi? Deyirik ki, Osmanlı iqtisadiyyatının zəifləməsinin müxtəlif səbəbləri var idi. Sultanların tez-tez dəyişdirilməsi zamanı cülüs bəxşişlərin artması. Cülüs bəxşişlərin artması. Nə deməkdir cülüs bəxşişləri? Cülüs bəxşişi yeni taxta çıxan, yəni cülüs edən sultanın istər mülki, istərsə də hərbi məmurlara payladığı hədiyyələr. Yəni, taxta çıxıb hədiyyə paylayır. Bu da dövlət iqtisadiyyatını zəifləyir. Deməli, birincisi oldu, sultanların tez-tez dəyişdirilməsi zamanı cülüs bəxşişlərin artması, sultan sarayları məsrəflərinin çoxalması, yeni taxta çıxan sultan əvvəlki sultandan fərqlənmək üçün daha çox hədiyyələr paylamağa çalışması. Deməli, cülüs bəxşişləri, sultan sarayının məsrəflərinin çoxalması, yeni taxta çıxan sultanın əvvəlki sultandan fərqlənmək üçün daha çox hədiyyələr paylamağa çalışması, eyni zamanda böyük coğrafi kəşflər nəticəsində ticarət yollarının dəyişməsi və gömrük rüsumunun azaldılması. Gömrük rüsumu azaldılır deyə yerli istehsalçılar müflis olur və nəticədə Osmanlının pulları dəyərdən düşürdü. Eyni zamanda bu dövrdə kənd əhalisi öz təhlükəsizliyini təmin etmək üçün şəhərlərə köçürdülər. Yəni, kəndlər kütləvi şəkildə şəhərlərə köçürdülər və bu da kənd təsərrüfatı mallarının istehsalının azalmasına və şəhərlərdə işsizlik artmasına səbəb olurdu. Bunlar da oldu Osmanlının iqtisadi cəhətdən zəifləməsinin səbəbləri. Bu dövrdə iqtisadi durğunluq eyni zamanda ordunun da zəifləməsinə gətirib çıxarmışdı. Digər tərəfdən, əskərlikdə olmayanlar da təminatlarını yaxşılaşdırmaq üçün Osmanlı ordusunun əsas zərbə qüvvələrindən olan qapı qulu ocaqlarına yazılıb, imtiyazlardan faydalanırdılar. Ocaq dövlət üçündür əvəzinə artıq dövlət ocaq üçündür şüarı irəli sürülürdü. Osmanlı ordusunda Avropadakı kimi yeniliklər tətbiq olunmur, donanma get-gedə zəifləyirdi. Deməli, Osmanlı ordusu niyə zəifləmişdi? Əskərlikdə olmayanlar belə Osmanlının əsas zərbə gücü olan qapı qulu ocaqlarına alınırdı ki, imtiyazdan yararlansınlar. Bu da Osmanlı donanmasının get-gedə zəifləməsinə səbəb olurdu. Kənd əhalisi, bayaq dediyimiz kimi, öz təhlükəsini təmin etmək üçün kənddən şəhərə köçürdü. Nəticədə kənd təsərrüfatı da malları azalır, şəhərlərdə işsizlik sayı artırdı. Bu dövrdə mədrəsələrdə dünyəvi biliklərlə üstünlük verilməsi və beşik alimliyi sisteminin tətbiq
tətbiqi elm və təhsilin geridə qalmasına səbəb olurdu. Deməli, bu dövrdə dünyəvi biliklərə üstünlük verilməməsi, eyni zamanda beşik alimliyi elmin də zəifləməsinə səbəb olur. Nə deməkdir beşik alimliyi? Yəni, 16-cı yüzün tətbiq olunan bu sistemə görə alimin oğlu alimdir. Alimin oğlu alimdir. Yəni, alimin oğlu əgər savadsız bir şəxs də olsa, beşik alimi tətbiqinə görə alimin oğlu alim idi. Elə ona görə də elm də zəifləyirdi. Deməli, elm sisteminin zəifləməsinin səbəbi nə oldu? Mədrəsələrdə dünyəvi biliklərə üstünlüyün verilməməsi. Eyni zamanda beşik alim sisteminin tətbiq olunması. Ona görə də Osmanlı tamamilə zəifləmişdi. Və elə ona görə deyir ki, bu səbəblərə görə Səfəvilər, Avstriya və Rusiya kimi güclü dövlətlərlə həmsərhəd olan Osmanlı dövləti daha öz sərhədlərini genişləndirmək gücündə deyildi. Xüsusilə də böyük coğrafi kəşflər nəticəsində zənginləşən, hərbi işdə get-gedə üstünlük qazanan və mərkəzi hakimiyyəti gücləndiyi Avropa ölkələrlə müqayisədə Osmanlı artıq zəifləməyə, geriləməyə başlayırdı. İndi baxaq islahatlara. Durğunluğu aradan qaldırmaq üçün keçilən islahatlar. İlk öncə baxacaq Köprülü Mehmet Paşanın islahatlarına. Köprülü Mehmet Paşa sədrəzəm vəzifəsində olmuşdu. 1600 yazaq 56-cı ildən 61-ci ilə qədər hakimiyyətdə olmuşdu, yəni sədrəzəm vəzifəsində. Onun dövründə islahatlar həyata keçirsə də ölkəni durğunluqdan çıxara bilməmişdi. Dedi ki, Köprülü Mehmet Paşa Osmanlı dövlətini durğunluqdan çıxarmaq üçün, tənəzzülün qarşısını almaq üçün, orada qayda qanun yaratmaq, bir də din alimləri arasındakı çəkişmələrə son qoymaq üçün islahatlar keçirdir. Deməli, niyə islahatlar keçirdi? Durğunluğu aradan qaldırmaq, tənəzzülün qarşısını almaq, orduda qayda qanun yaratmaq, din alimləri arasındakı çəkişmələrə son qoymaq. Və Köprülü Mehmet Paşanın islahatları nəticəsində dövlət büdcəsindəki kəsirlər aradan qaldırılır. Dövlət büdcəsindəki kəsirlər aradan qaldırılır. İslam alimləri arasındakı mübahisələrə son qoyur. Deməli, dövlət büdcəsindəki kəsir aradan qaldırır. İslam alimləri arasındakı mübahisələrə son qoyur. Orduda nizam yaradır. Anadoludakı üsyanları yatırır. Osmanlı ordusu Çanaqqalanı blokadaya almış Venesiyaları məğlub edir və onları işğal etdikləri adadan vurub çıxardır. Lakin bu qədər işlərinə baxmayaraq, Osmanlını durğunluqdan çıxara bilmir. Deməli, Köprülü Mehmet Paşa islahatlar keçirdi. Nə məqsədlə? Durğunluğu aradan qaldırmaq, tənəzzülün qarşısını almaq, orada qayda qanun yaratmaq, din alimləri arasındakı çəkişmələrə son qoymaq. İslahatın nəticəsində orada nizam-intizamı yaratdı, dövlət büdcəsində kəsirlər aradan qaldırdı, Anadoludakı üsyanları yatırdı, Çanaqqalanı mühasirəyə almış Venesiyaları məğlub elədi, onları adadan vurub çıxardı, İslam alimləri arasındakı çəkişmələrə son qoydu. Amma Osmanlını durğunluqdan çıxara bilmədi. Mehmet Paşanın vəfatından sonra onun oğlu Fazil Əhməd Paşa. Baxın, şəklində göstərək, Köprülü Mehmet Paşa. Köprülü Mehmet Paşadan sonra onun oğlu gəldi, Fazil Əhməd Paşa. Bu da Fazil Əhməd Paşanın şəkli. Fazil Əhməd Paşanın dövrünə deyirik ki, atasının yolunu davam etdirən Köprülü Fazil Əhməd Paşa Avstriya üzərində bir çox parlaq qələbələr qazandı. Deməli, Fazil Əhməd Paşa Avstriya üzərində bir çox parlaq qələbələr qazandı. Krit adası uğrunda döyüş nəticəsində nəhayət ki 1669-cu ildə Krit adasını fəth elədi. Krit adasını 1669-cu ildə. Bilirik ki, Osmanlı Kipri fəth edib 1571, 2-ci Səlimin dövründə. Krit fəth olundu 1669 Fazil Əhməd Paşanın dövründə. Eyni zamanda Fazil Əhməd Paşa Respospolita və Rusiya ilə müharibələrdə Osmanlı ordusunun öz üstünlüyünü təmin etməyi bacarır. Onun dövründə Ukrayna kazaklarının xeyli hissəsi Osmanlı dövlətinin himayəsinə alınır. Deməli, bunun hakimiyyəti dövründə, sədrəzəmlik dövründə Ukrayna kazaklarının xeyli hissəsini Osmanlının himayəsinə alır. İndi baxaq müqəddəs birliyə. Osmanlının bu tədbirləri həyata keçirməsi, müəyyən qədər güclənməsi artıq Avropanı qorxuya salmışdı və Roma papasının təşəbbüsü ilə 1684-cü ildə Avstriya, Venesiya, Respospolita, bir də Malta
1684-cü ildə Osmanlıya qarşı Müqəddəs Birliyi adlı Xaçlı İttifaq təşkil etdilər.